Adım Hüseyndir. Burada danışım, ora bax. Bura danışıram. Ondan sonra Təbrizliyəm. Azərbaycan. Azərbaycanlıyam. 32 yaşım var. Ondan Azərbaycandan yox. Hə, işıqlarımız keçdi və yenidən qayıtdıq. Bu da Barbaradır. Biz qərar verdik ki, Azərbaycan və Cənubi Azərbaycanın ləhcəsini, fərqliliklərə baxaq. Birinci nədən başlayaq? Kartof nədir? Hüseyn. Kartofa biz yer alması deyirik. Deyərik. Bananı Türkiyə türkçəsindən aşinayıq. Sizdə Moz. moz. Hə, nəyə nə deyirik? Nə deyirik? Nə deyirlər? Mana. Maskamet nədir? Hə, maskametdə. Bir maraqlı hekayəsi var maskamet Maskamet sözü. bilmədiyin şey, Təbrizdə maskamet deyə bilərsən. Maskamet. Moskometdən gəlir. Hə, moskomet. Belə kalitəsiz şeylər, produktlar gəlmiş Təbrizə o zamanlar. Rusiyanın Təbrizi, Azərbaycanı işğal etdiyi zamanlar üstündə moskomet yazmış. İnsanlar onu doğru düzgün oxuyamadığı üçün maskamet dillərə düşmüş. Yəni belə kalitəsiz, keyfiyyətsiz bir şeyə maskamet deyirik. Ya da adını bilmədiyin şeyə maskamet mənə deyə bilərsən. Ya da deyə bilərsən ki, nə maskamet adamsın. Daha çox faydalı bilgilər üçün bu linkə tıklaya bilirsiniz. Wikipedia maskamet linkini qoyalım. Federal, sonra papağa nə deyirlər? Papağa da böh deyək, böh. Amma papaq da desəm başa düşər. Yəni belə şey olan, qabağı olan böhkə də dimdikli böh deyək. Çanta nədir? Çantaya da kif deyək. Qoza nə deyirlər? O da bizdə Təbrizdə girdəkan deyərlər. Girdəkan. Amma Urmiyədə məsələn gəziz deyərlər. Küçəyə nə deyirlər? Küçəyə də küçə.